Mən izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Öncəliklə qarşıdan gələn 8 mart Qadınlar Bayramı və Novruz Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. İnşallah xoş bayramlar, xoş illər keçirəsiniz. Bugün sizə çox dadlı, böyük tortlar yetəcək Zavarno, yəni ev krem reseptini paylaşacağım. İstənilən böyük lavaşlı tort, bisküvit tortlar rahatlıqla yetəcək. Burada stəkan yarım şəkər tozu əlavə etmişəm quru qaba. Sonra isə bütöv vanil və ya yarı vanildən istifadə edə bilərsiniz. Mən bütöv paçka vanildən istifadə etdim. Əsas mütləqdir ki, öncə bunları quru-quru qarışdıraq. Sonra isə 4 təpələmə dolu qaşıq nişasta. Mən qarğıdağ nişastasından istifadə etdim. Əgər evdə nişasta yoxsa rahatlıqla 4 yemək qaşığı un ilə əvəz edə bilərsiniz. Nə qədər nişasta qatırıqsa, o qədər un qatıb əvəz edə bilərsiniz. Yəni dadında nəsə bir artıqlıq və ya əksilik olan deyil. Sadəcə nişasta ilə biraz daha da qəşəng olur. Ona görə. Sonra isə 1 ədəd yumurta əlavə edirəm. Əslində bu reseptdə 2 ədəd yumurta rahatlıqla əlavə edə bilərsiniz. Mən hər zaman 1 ədəd yumurta əlavə edirəm. Yəni 1-i 2-dən də edə bilərsiniz. Belə. Sonra isə 4 stəkan dolu süd, ev temperaturunda olan süd əlavə etdim. Qəşəngcə ocaqdan qoymamış, yaxşıca qarışdırıram tam şəkildə ki, pişərkən topaq qalmasın. Yaxşıca qarışdırıram. Sonra qoyacağım ocağa, qazancı əlavə edib qoyacağım ocağa. Ocaqda isə mütləq şəkildə vamxodda olmalıdır, altı ötməsin deyə kremimizin. Sonra əlimizi qətiyyən götürmürük, mütləq şəkildə qarışdırırıq. Çünki 3-5 dəqiqə arası başlayır qaynamağa, hazır olmağa. Ona görə əlimizi saxlamırıq. Mütləq şəkildə qarışdırdım. Artıq baxın, gördüyünüz kimi əmələ gəlir, qatılaşır. Tək-tək atanda göz qaynayır. Onda 2 dolu yemək qaşığı kərə yağı əlavə edəcəm. Və sonra təkrar 1 dəqiqə belə qaynadıb götürəcəm. Mütləq şəkildə əlimizi ocaqdan götürmürük. Baxın, artıq görürsünüz, qaynamağa başlayır. Burada yağ əlavə edəcəm. Vurğuladığım kimi 12 qat, 13 qat istədiyiniz korjlu, lavaşlı tortlarda, böyük bisküvitli tortlar çox rahatla istifadə edə bilərsiniz. Kanalımda da böyük tortlar var. İstəsəniz, əgər izləməmişsiniz, izləyə bilərsiniz tam reseptləri ilə. Bir də ki, burada baxın, əsas odur ki, yağı tam çəksin. Tam yağı çəkəndən sonra qarışdırın. Tam yağı çəkdikdən sonra artıq hazır. İndi görəcəksiniz ki, o qədər yağdan, yəni baxın, indi heç nə görsənməyəcək. Tam qəşəng krem yağı çəkəcək. Çox dadlı krem olur. Yumuşaq eləyir tortları. Amma bildiyiniz kimi Zavarno kremin tortlarını çox uzun müddətdə saxlamaq olmaz. 3-4 gün ərzində yeyilməlidir ki, təbii olduğu üçün tərkib, ona görə çox saxlamaq məsləhət deyil. Saxlama qaydası da ki, mütləq şəkildə tortlarımız həmişə olduğu kimi soyucuda saxlanmalıdır. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. İzləyən gözləriniz var olsun. Əgər kanalıma abunə deyilsinizsə, kanalıma abunə olub like etməyi və yazmağı unutmayın. Hər birinizə öncədən təşəkkür edirəm. İnşallah ki, sınayarsınız. Çox gözəl reseptdir. Mən hər zaman bu reseptdən istifadə edirəm. Soyuduqdan sonra baxın belə. Qaba, başqa qaba əlavə edirik ki, tez soysun və əsas odur ki, üzərini mütləq streç və ya hər hansı bir paketlə bağlayın ki, qalıb üstü qasnaq tutub qurumasın. Elə də rahat soyur və tez müddətdə də soyur. Soyuducuya qoymağa ehtiyac yoxdur. İlıqlaşdıqdan sonra istənilən torta istifadə edə bilərsiniz.